Salam dəyərli müəllimlər. Bu gün dərsimiz insan həyatında qida məhsulları mövzusunun izahını göndərəcəm sizə. Yəni bugünkü izahda 19-cu mövzumuzdan danışaq və onları açar sözlərlə sizə deyəcəm ki, bu mövzu ilə bağlı qaranlıq heç nə qalmasın. Diqqətlə qulaq asırıq və açar sözləri özünüz üçün qeyd edərsiniz. Burada nədən danışır? Burada zülallardan, yağlardan, karbohidratlardan, vitaminlər haqqında bizə ətraflı məlumat verir. Ümumiyyətlə, baxın müəllimlər, zülaldır, yağdır, karbohidratlı, bunları insan nə ilə əldə edir? Əlbəttə ki, qida ilə əldə edir. Yəni, qidalanma zamanı insan bunları əldə edir. Həm zülalı, həm yağı, həm karbohidratı hamısını əldə edə bilir. Ümumiyyətlə, insan düzgün qidalanmayanda nə baş verə bilər? İnsanın dırnaqlarında, saçında, daxili orqanlarında əlbəttə ki, bir düzənsizlik olacaq, bir uyğunsuzluq olacaq. İnsanda soyuq dəymə halları çox olacaq, baş gicəllənmə olacaq, dişlərdə karies olacaq. Əlbəttə ki, bu kimi yəni çatışmazlıqlar olacaq. Ona görə də mütləq insan düzgün qidalanmalıdır birinci növbədə. Bəs keçid edək indi yağlara, zülallara, karbohidratlara ki, biz bunları necə yadımızda saxlayaq? Ümumiyyətlə, zülallar haqqında danışaq. Bax, zülallar nədir? Zülallar iki qrupa bölünür və eyni zamanda da zülallarla yanaşı biz demişdik ki, yağlar özü də iki qrupa bölünür. Bax, həm zülallardır, həm yağlardır, iki qrupa bölünür. Elə hər ikisi də həm heyvan mənşəli olur, həm də bitki mənşəli olur. Yadımızda belə saxlaya bilərik paralel formada. Bəs onda heyvan mənşəli zülallara, heyvan mənşəli, daha doğrusu bitki mənşəli zülallara hansılara aid etmək olar desə, bu zaman bunlara diqqətli olur. Heyvan mənşəli desə adından bəlli. Burada heyvan mənşəli olan zülalı axtarmalıyıq. Yəni burada bir heyvandan söhbət getməlidir əlbəttə ki. Bitki mənşəli də olanda bitkilərdən söhbət getməlidir və yaxud da ki, meyvələrdən söhbət getməlidir. Bu kimi yadımızda saxlaya bilərik. Ümumiyyətlə, bitki mənşəli deyəndə biz deyirik ki, bitki mənşəli zülallar deyək, qozdur, fındıqdır, şabalıddır, bunları yadımıza salırıq. Göbələyin özüdür, bunlar da bitki mənşəli zülallara aid edilir. Amma heyvan mənşəli desə, bu zaman yumurtadır, süddür, ətdir, balıqdır. Yəni, bunların tərkibində biz zülalları görə bilərik əlbəttə ki. Baxın müəllimlər, yumurta özü, bax nədir? Heyvan mənşəlidir. Bax yadımızda qalsın. Çünki məsələn heyvan toyuq heyvandır, onun yumurtasından və yaxud da ki, digər məsələn qazdır, ördəkdir, bunların yumurtasından istifadə olunur, amma ən çox toyuğun yumurtasından istifadə olunduğu üçün bu zaman bu yumurta nə adlanır? Heyvan mənşəli zülal adlanır. Yəni onun tərkibində çoxlu zülal var. Və eyni zamanda da ətdir, balıqdır. Bunlarda da zülal olur. Bunlarda heyvan mənşəli zülallara aid edilir. Daha sonra keçid edək yağlara. Yağlarımız da biz dedik ki, iki cür olur da. Onlar da heyvan mənşəli olur, bitki mənşəli olur. Elə eynən zülallarda olduğu kimi. Demək ki, yadımıza saxlayırıq. Həm zülallar, həm yağlar iki qrupa bölünür. Bunlar hansılardır? Heyvan mənşəli, bir də bitki mənşəli olurlar. İndi yağlarda olan heyvan və bitki mənşəliləri axtaraq, görək bunları hansını yadımıza saxlayaq, necə yadımızda saxlayaq ümumiyyətlə bu formada özümüzə sual verək və axtaraq. Ümumiyyətlə yağları biz necə yadımıza saxlayırıq, yağın özünü necə yadımıza saxlayaq ki, testlərdə asanlıqla tapaq. Enerji mənbəyi kimi, sanki bir mənbədir. Yağlar nədir? Enerji mənbəyidir. Yəni, mənbə nədir? Saxlama yeri kimi. Yəni, elə bil ki, insanın orqanizmasında bir saxlama yeridir də. Bu yağ saxlanır haradasa, qorunub saxlanır və insana bir mənbədir. İnsanın canında olan bir mənbə kimi yadımızda saxlaya bilərik. Məsəl üçün, enerji mənbəyi kimi biz nələri yadımıza sala bilərik? Bax, məsəl üçün, naqillər mövzusunu keçəndə, elektrik mövzusunu keçəndə orada deyirdi, elektrik enerji mənbələri var idi. Bax, o kimi də, onunla da paralel formada yadımıza saxlaya bilərsiniz ki, mənbə sözü ilə yadımıza saxlaya bilərsiniz və eyni zamanda da elə saxlama kimi, mənbə kimi də yağları insan orqanizmasında belə yadımızda saxlayırıq və eyni zamanda, yenə deyirəm, yağlar neçə qrupa bölünür? İki qrupa bölünür. Bunlar hansılardır? Heyvan mənşəli, bir də bitki mənşəli olur. Ümumiyyətlə, bitki mənşəli dedikdə, bura kakosdur, zeytundur, qarıq dalıdır, günə baxandır. Bax, bunların bu yağlara aid etmək olar. Bəs heyvan mənşəli hansıdır? Əlbəttə ki, adından bəlli heyvanlardan alınan yağlardır. Bunlar kərə yağıdır, heyvani çipi yağıdır, balıq yağıdır. Bunları misal göstərmək olar.
Demək ki, enerji mənbəyi kimi biz yadımızda nəyi saxladıq? Yağları saxladıq. Amma enerji xərcləri dediksə, bu zaman nəyi götürürük? Karbohidratları götürürük. Orqanizmin əsas enerji xərcləri bərpa olunur. Enerji xərcləri sözü ilə də siz karbohidratları yadınızda saxlaya bilərsiniz. Əsasən də dənli bitkilərin tərkibində olurdu və ikinci yeri isə tərəvəzlər tuturdu. Karbohidratlar, yəni onların tərkibində olurdu. Bunları da yadımızda belə saxlaya bilərik və eyni zamanda da yadımızda saxlayaq ki, karbohidrat olmayanda, çatışmayanda insanda baş gicəllənmə olur, azlıq halı olurdu və çox da olanda piylənməyə gətirib çıxardı, insan kökəlirdi. Demək ki, çatışmazlıq olanda baş gicəllənmə, azlıq halı, amma çox olanda da piylənməyə gətirib çıxarır kimi yadımızda saxlaya bilərik. Daha sonra vitaminlər var. Keçid edirik vitaminlərə. Vitaminlər nədir? Vitamin, belə deyək, insan orqanizmasında yaranmır, amma əsas enerji mənbəyi də hesab olunmur. Lakin orqanizm üçün çox vacibdir. Yəni, olduqca vacibdir vitaminlər. Vitaminləri biz eyni zamanda qidalarımızla qəbul etməliyik. Yəni, bu daha faydalıdır. Amma əgər qidamızla qəbul edə bilmiriksə, bunu qida ilə ala bilmiriksə, qidalanmamız zəifdirsə, bu zaman biz nə edirik? Bunu inyeksiyalar, həb şəklində də qəbul edə bilərik. İndi baxaq ayrı-ayrılıqda hansı vitaminlər var. Məsələn, C vitamini, D vitamini, A vitamini, PP vitamini, bunlar haqqında, B vitamini, bunlar haqqında ətraflı və açar sözlərlə sizə məlumat verəcəm ki, onları yadınızda daha gözəl saxlaya biləsiniz, müəllimlər. Bax, C vitamini necə yadınızda saxlayaq? Ümumiyyətlə, C vitamini deyəndə hər birimizin ağlına nə gəlir? Sitrus meyvələri gəlir, soyuq dəymə zamanı qəbul edilir kimi. Yəni, soyuq dəyməmiz olan kimi tez C vitamini alıb içirik ki, yəni C vitamini tərkibli olan dərmanlardan istifadə edirik ki, soyuq dəyməmiz çıxsın. O zaman bu C vitamini soyuq dəymə kimi elə yadınızda saxlaya bilərsiniz və hansı meyvələrin tərkibində olur? Məsələn, şirin bibərdə tərəvəz olaraq olur, qara qarağat idi, sitrus meyvələri idi, duza qoyulmuş kələm idi. Bax, bunları yadımızda saxlayırıq ki, bunların tərkibində olurdu. Bir də günəş şüaları altında tez parçalanır da, bunu da yadımızda saxlayırıq. Növbəti vitaminimiz gəlir nə? A vitamini. A vitamini dərinin sağlamlığıdır, müəllimlər. Baxın, dərinin sağlamlığı desə, dərinin sağlamlığında böyük rol oynayır desə, A-nı götürəcəksiniz. Amma dərinin normal vəziyyəti desə, bu zaman yeni götürəcəksiniz testlərdə. Baxın, bunlar çox oxşardır, ona görə bunları paralel deyirəm. A vitamini dərinin sağlamlığında böyük rolu var, amma Y vitamini isə dərinin normal vəziyyətinin qorunmasında əhəmiyyəti böyükdür. Bax, bunları bu formada yadımızda saxlayırıq. Sonra A vitamini, məsəl üçün, dərinin qabıq verməsidir, bunun qarşısını alır. Yəni, daha çox A vitaminimiz olanda bu əziyyəti çəkmirik. Gözümüzün görməsində əhəmiyyəti böyükdür A vitamininin. Bax, bu kimi yadımızda saxlayırıq və hansı nələrin tərkibində olur desə, yer köküdür, şirin bibərdir, çay tikanıdır, qırmızı o meyvələrin, gilə meyvələrin tərkibində olur. Bax, belə yadımızda saxlaya bilərik. Yəni, meyvə olaraq, tərəvəz olaraq bunları yadımızda saxlaya bilərik. Növbəti vitaminimiz D vitamini. D vitamini məncə bunu heç kəs çətinlik çəkməz. Çünki bu D vitamini çox istifadə etdiyimiz sözdür ki, əsasən günəş şüaları altında qəbul olunur. Günəş şüalarından alırıq biz D-ni. Bəzən deyirik ki, günəşlənirəm, məsələn D vitamini alıram. Bu kimi sözləri eşidirik. Ona görə məncə bunu hər birimiz bilirik ki, D vitamini hardan alırıq? Günəş şüalarının altında alınır daha çox. Və sümüklərimizin sağlamlığında əhəmiyyəti böyükdür və eyni zamanda da başqa, məsələn, balıq yağında ola bilirdi, qaraciyərdə ola bilir, çürüdə, yumurtada və südün özündə də D vitamini ilə zəngindir. Yəni, bunlardan da biz D-ni ala bilərik və eyni zamanda günəş şüalarının altında da bunları qəbul edə bilərik. Y vitaminindəki həm əzələlərin möhkəmlənməsi, həm də dərinin normal vəziyyəti kimi dedik, yadımızda saxlayırıq. B-ni isə necə yadımızda saxlayaq? B qrupu vitaminləri əsasən, baxın müəllimlər, burada oxşar variantlar çoxdur, həm B-də, həm PP-də. Bunları belə yadımızda saxlayaq ki, əgər desək ki, B qrupu vitaminləri belə yadımızda saxlayaq ki,
əsasən qan damar və mədə bağırsaq yazır və sinir sistemi. Siz B qrupunu sinir sisteminin işini tənzimləyir kimi, sinir sisteminin işinə təsir edir kimi. Yəni bunu siz B qrupunu daha doğrusu sinir sistemi sözü ilə yadınızda saxlayın. Çünki sinir sistemində problemi olan insanlara həkimlər çox vaxt B qrupu vitaminindən daha çox istifadə etməyi tövsiyə edir. Ona görə də siz B qrupunu, ümumiyyətlə B vitaminini sinir sisteminin işinə təsir edir kimi belə yadınızda saxlaya bilərsiniz. Əsasən də dənli bitkilərin, paxlalıların tərkibində olurdu. Bax, belə yadımızda saxlayırıq və iste'mal zamanı da 20-40% itir kimi yadımızda saxlayırıq. Bəs PP nədir? PP vitamində, yəni burada da mədə bağırsaq deyir, sonra mədə bağırsağın işini tənzimləyir deyir. Amma burada nə yadımızda saxlayır? Çünki mədə bağırsaq sözü B-də də var. Ona görə qarışdırmayaq deyə biz PP-ni xırda damarları genişləndirir kimi. Baxın, xırda damarları genişləndirən kimi yadımızda saxlayaq. Sonra dondurulmuş vəziyyətdə yaxşı qalır kimi yadımızda saxlayaq. Bax, bunlar bizim açar sözlərimizdir. Və eyni zamanda da dənli bitkilərin və ət məhsullarının tərkibində olur kimi PP-ni yadınızda saxlaya bilərsiniz. Və iste'mal zamanı da nə qədər itir? 15-30% PP itir. Yəni iste'mal zamanı PP 15, daha doğrusu 30% itirdi. Bax, bunu da yadımızda saxlayırıq. Axırda ümumiləşdirmə verəcəm. Sonra mineral maddələrdə necə yadımızda saxlayaq? Mineral maddələrdə də yenə də mədə bağırsaq sözü var, sinir sistemi və eyni zamanda müqaviməti artırır, immuniteti yüksəldir kimi yadımızda saxlayaq. Bax, mineral maddələr necə yadımızda saxlayaq? Müqaviməti artırır, immuniteti yüksəldir sözü ilə yadımızda saxlayaq. Çünki mədə bağırsaq sinir sistemi digərlərində də var deyə qarışdırmayasınız. Bu zaman biz immuniteti yüksəldən, müqaviməti artıran nədir? Mineral maddələrdir. Belə yadımızda saxlayırıq. Demək ki, axırda ümumiləşdirmə verək müəllimlər. Deməli, PP-ni necə yadımızda saxladıq? Dənli bitkilərin, ət məhsullarının tərkibində olur. İste'mal zamanı 15-30% itir və dondurulmuş vəziyyətdə daha yaxşı qalır. Bax, bunlar açar sözlərinizdir. B qrupunu dedik ki, əsasən sinir sisteminin işinə yaxşı təsir edir. Dənli bitkilərin tərkibində olur, paxlalların tərkibində olur. Bu hansına aiddir? Bu B qrupu vitamininə aiddir. Y vitamini nə idi? Əzələlərin möhkəmləndirilməsi kimi yadımıza saxlaya bilərik ki, əzələ sözü ilə yadımıza saxlaya bilərik. Bir də dərinin normal vəziyyəti kimi yadımızda saxlaya bilərik Y-ni. Əsasən də Y vitamini bitki mənşəli yağların tərkibində olur kimi yadınızda saxlasaz daha yaxşı olar. Dini də dedik ki, nə idi? Sümüklərimizin sağlamlığı idi. Əsasən günəş şüalarının təsiri altında daha çox alınırdı və eyni zamanda balığın tərkibində, qaraciyərdə, çürüdə, yumurtada, süddə olurdu. Bax, bunları da diqqətlə yadımızda saxlayırıq. A vitamini dedik, necə olurdu? Əsasən çay tikanının, yer kökünün, şirin bibərin tərkibində olurdu və gözümüzün sağlamlığında əhəmiyyəti böyük idi, dərimizin sağlamlığında əhəmiyyəti böyük idi. Sonra dərinin deməli və gözün görməsində daha doğrusu, yəni dərimiz qabıq vermirdi, qabarmırdı. Yəni bu kimi əhəmiyyəti böyük idi. Sonra hansı qaldı burada? C vitamini qaldı ki, C vitamini də bilirik ki, soyuq dəymə zamanı qəbul edilir kimi belə yadımızda saxlayırıq və günəş şüalarının işığı təsirindən tez parçalanırdı. Bax, belə də yadımızda saxlaya bilərik və əsasən də sitrus meyvələri kimi tanıyırıq C vitamini. Sitrus meyvələrin tərkibində olur, müxtəlif gilə meyvələrin tərkibində olur, qara qarağatda olur, şirin biberdə olur. Bu kimi C-ni də yadımızda saxlayırıq. Uğurlar arzulayıram hər birinizə. Əsasən hansı mövzularda çətinliyiniz olsa, dəyərli müəllimlər, rəy bölməsində qeyd eləyin. Mən də həmin mövzuları sizlər üçün çəkib göndərirəm. Uğurlar hər birinizə.